Heç bir kəs abad bir yerdən, xoş bir yerdən viran qalmış, xaraba qalmış bir yerə köçmək istəməz. Buna sadə bir misal vuraq. Adi bir evin içində görürsən ki, bəzi insanlar işıqlı bir otaqdan qaranlıq bir otağa keçməyə qorxurlar. Ya məsələn, vahimə basır onları. Hələ bir evin içində bir otaqdan digər qaranlıq bir otağa keçməyə. O ki qala, bizlər öz günahlarımız nəticəsində axirət evimizi zülmətə çevirmişik, axirət evimizi qaranlıq etmişik, viran qoymuşuq. Təbii olaraq abadlaşdırdığımız bu dünyadan viran qoyduğumuz axirət evinə köçməyə qorxuruq, bizi vahimə basır, canımıza qorxu düşür ki, belə bir yerə necə gedək? Bizim əsas həqiqətən də problemimiz, müşkülümüz budur ki, hər nə ediriksə, bu dünyamız üçün edirik, axirəti isə unutmuşuq.